Hər vaxtınız xeyir. Çin dilini öyrənməyə qərar vermisinizsə, deməli ən doğru yerdəsiniz. Bu, sizin bu möhtəşəm dilə ilk addımınız olacaq. Birlikdə rəsmi HKSK kursunun ilk dərsini keçəcəyik və görəcəksiniz ki, bu dil əslində necə də məntiqlidir. Gəlin, bu maraqlı səyahətə elə indi başlayaq. Yəqin ki, hamının ağlına gələn ilk sual budur. O qəribə hieroqliflər, fərqli səslənmə, bəli, ilk baxışdan çox çətin görünə bilər. Bəlkə də kimsə sizə deyib ki, yox, mümkün deyil. Amma gəlin görək, həqiqətənmi elədi? İndi gəlin o çətindir mifini darmadağın edək. Bəli, düz eşitdiniz. Mən sizə söz verirəm ki, cəmi 5 dəqiqəyə Çin dilinin təməlini anlayacaq, ilk sözlərinizi deyəcək və hətta ilk hieroqliflərinizi belə yaza biləcəksiniz. Hazırsınız? Başladıq. Deməli, hər şey səslərdən başlayır. Hələlik o mürəkkəb yazıları, hieroqlifləri tamamilə unudun, gəlin bütün diqqətimizi Çin dilinin musiqisinə, yəni tələffüzə verək. Bu, dilin qapısını açan ilk və ən vacib açardır. Və budur sizin gizli köməkçiniz, Pinyin. Yəni nədir bu? Çox sadə. Bu sistem sayəsində siz Çin sözlərini bizim bildiyimiz latın hərfləri ilə oxuya biləcəksiniz. Yəni hieroqlifləri görmədən belə hər şeyi asanlıqla tələffüz etmək olar. Pinyin sizin yol xəritəniz olacaq. Və gəldik ən maraqlı, ən əyləncəli hissəyə. Tonlar. Çin dilində hər hecanın özünə məxsus bir melodiyası var. 4 dənə əsas tonumuz var. Birincisi dümdüz və yüksəkdir, sanki mahnı zümzümə edirsiniz. Ma. İkincisi sual verirmiş kimi yuxarı qalxır. Ma. Üçüncüsü biraz enir, sonra yenidən qalxır, sanki kiçik bir təpəyə dırmaşırsınız. Ma. Dördüncüsü isə kəskin şəkildə qısa bir əmr kimi aşağı enir. Ma. Bax, dilin əsl musiqisi elə budur. Yaxşı, bəs bu tonlar niyə bu qədər vacibdir? Baxın, bu cədvəl hər şeyi izah edir. Götürək ma hecasını. Əgər onu birinci tonla, yəni düz desəniz, ma olur ana. İkinci tonla yuxarı çəksəniz, ma olur lif. Üçüncü tonla ma olur at. Və nəhayət dördüncü, kəskin tonla desəniz, ma danlamaq deməkdir. Gördünüz, eyni səs, amma fərqli melodiya ilə tamamilə fərqli mənalar yaranır. Möhtəşəm deyilmi? Artıq səslərin və tonların sirrini bildiyinizə görə, nəhayət ilk sözlərinizi deməyə tam hazırsınız. Bəli, elə indicə bir neçə saniyə sonra Çin dilində danışmağa başlayacaqsınız. Ekranda gördüyünüz bu iki hieroqlif çox güman ki, dünyada ən çox tanınan Çin ifadəsidir. Yəqin ki, haradasa qarşınıza çıxıb. Və oxunuşu da belədir. Ni hao. Mənası isə əlbəttə ki, salam. Gəlin birlikdə təkrarlayaq heç tələsmədən. Ni hao. Əla, artıq siz Çincə salamlaşmağı bacarırsınız. İndi isə sizə kiçik bir peşəkar sirri verim. Diqqət yetirsəniz, həm ni, həm də hao sözünün tonu üçüncü tondur. Amma iki dənə üçüncü tonu dalbadal demək biraz çətindir. Ona görə də Çinlilər danışıqda bunu asanlaşdırıblar. Qayda belədir, birinci söz ikinci tona çevrilir. Yəni, ni hao yerinə daha axıcı olan ni hao deyilir. Bax, bu kiçik detal sizi təbii danışan biri kimi göstərəcək. Unutmayın, yazıda dəyişmir, amma tələffüzdə dəyişir. Danışmaq hissəsini həll etdik, indi isə gəlin yazaq. Heç qorxmayın, Çin hieroqlifləri qarmaqarışıq cizgilər deyil, əksinə, onlar məntiqli hissələrdən ibarət bir puzzle kimidir. Başlayaq birdən. Bir demək üçün sadəcə bir dənə üfüqi xətt çəkirsiniz. Hieroqlif i, tələffüzü isə yi. Bundan asan nə ola bilər ki, hə? Məntiqini davam etdirək. Bəs 2 demək üçün nə etməliyik? Əlbəttə, 2 üfüqi xətt çəkirik. Hieroqlifi ar, oxunuşu da ər. Və indi deyin görüm, 3 necə yazılar? Bəli, tamamilə doğrudur. Təxmin etdiyiniz kimi 3 üfüqi xətt. Hieroqlifi san, tələffüzü san. Bax belə, artıq siz 3-ə qədər həm saymağı, həm də yazmağı bilirsiniz. Beləliklə, qısa səyahətimizin sonuna gəlib çatdıq. Amma əslində bu bir son deyil, əksinə, möhtəşəm bir başlanğıcdır. Gəlin bir nəzər salaq. Bu qısa müddətdə birlikdə nələrə nail olduq? Hər birinizi təbrik edirəm. Siz cəmi 5 dəqiqə ərzində Çin dilinin təməli olan pinyin və 4 əsas tonu anladınız. Dünyanın ən çox işlənən salamını, yəni ni hao deməyi öyrəndiniz. Hətta peşəkarların bildiyi ton dəyişmə qaydasını mənimsədiniz və öz əllərinizlə ilk 3 hieroqlifinizi 1, 2 və 3-ü yazdınız. Bu həqiqətən də böyük bir uğurdur. Unutmayın,
Hər böyük səyahət həmişə tək bir addımla başlayır. Siz bugün o vacib addımı attınız. Kim bilir, bəlkə də 1 milyarddan çox insanın mədəniyyətinə, tarixinə və dünyasına açılan o böyük qapı məhz bugün öyrəndiyiniz o sadə ni hao ilə açılır. Bu haqda düşünməyə dəyər.